Salam. Uşaqları kompüter və planşetdən uzaqlaşdırmaq mövzusu. Son illər balalarımız saatlarla telefon, planşet, kompüter qarşısında vaxt keçirir. Bu isə uşaqlarda diqqət pozulması, aqressiya, yuxu problemləri, dərs nəticələrində düşmələrə səbəb yaradır. Ən pisi isə uşaq ekransız fəaliyyətin nə olduğunu artıq xatırlamır. Timmed Uşaq İnkişaf Mərkəzində biz uşaqları ekrandan uzaqlaşdırmaq üçün praktik və çox maraqlı təlimlər hazırladıq. Bura hərəkətli oyunlar, incə motor məşqlər, teatr rol oyunları, Lego mühəndislik, rəsm, təbiət turları, koqnitiv motor proqramlar və sosial oyunlardan ibarətdir. Uşaq burada ekranı yox, həyatı seçir. Çünki fəaliyyətlər rəngli, real, həqiqətən də maraqlıdır. Əgər siz də övladınızın telefon asıllığını azaltmaq, daha aktiv, sosial və yaradıcı olmasını istəyirsinizsə, Timmed Uşaq İnkişaf Mərkəzinə yazılın. Uşaqlarınızı ekrandan deyil, həyatdan zövq almağa yönəldirik. Təşəkkür edirəm.